gün dəhşətdir. Gör şey nətərdir, ruh necə qızılır. Səndə şey Qorxuram da yoxdur. biraz açıqlığım. Yox, mən asıl yatmaz. O şey çatır. Ya görsən heç nə olmur. Mən neçə il, mən 10 ildir maşın məndədir, bu məndədir. Məndən qabaqda maşında belə 25 yaşı var. Amma görsən bir dənə çarpma, heç nə yoxdur. 5-ində günü qızmar günün altında işdə saxlamışım. Gecə də, gündüz də. Evdə də həyətdə qarajım yox, həyətdə qaldı. Harada qalmış? Yine soyacaq, soyandan sonra. Hə, remen adı. Qoşmamışam, buradadır telefon. Sən hələlik baxırsan da, deyərsən də. Bədbaxt olub, bədbaxt. Nə olub bu? Ara tələçir bu. Hı. 25 dəqiqə qalır. Kimyada saxlayacaqdı? 367'dir burada. Bax, məndə göstərir 367, burası düşdü. 367. Görək, Primorska nə qədər verəcək. Yadıma salarsan Röşən, Primorskda baxaraq görə neçə kilometrdir? Demədi 108 səndə göstərir. Aklın aklına ne böyle bak. Ha? Bir şey gördüm onun altında bir gözle bakayım da göreyim. Değişikliği. Bir de sen ne zaman edin? Hə. Ya mecbur değişikliği. 70 yaş. Onda bu defayı diyor. Herkes var. 75 olacaq, 75 olacaq. Defne böyle. Yok öyle. Geçen başka bir. Ya biz ne diyeyim? Gel defne. Qapsa çıxıb getdi bə. Kimdi kimi? Nə var? Qarabağ yaş göstərmə. Sen beyazına oturmuş telefonunda. O içerideydi. O sene yiyip kanalda yazar. Muhallat dedik o kadar Fatih vermiyor. Hə. Orada papaklı olan var ilgi arttı. Böyle Texas bak şeydi kendine. İstemişim burada değil. Gözde kopardı. Bu yazdı. Bu
Mesela buldum. Yox, mən özümdə idi, özümə aid. Yəni Belki de biz bu yoldan geldik ya yaşa. Bir uzak geldik biz. Ha, gayı var kabakta seferimiz. Ne oldu? Çıkılmamışım baba. Öyle mi? Ana. Gayı var bak şey. Var şöyle geldi. Sənə gəl. Görsən maşın sürəndə heç bir iş var. Görsən Qoşqona gəlmiş. İkimizə gəlmişik. Yox, Rövşən. Gel. Toskanla bir dakika ya. Gelmiş hükümet ona. Varsın. Həm qardaşımız bana gəlmiş. Bizim partiya gəlmiş. Mən yadımdan çıxdım. Onu deyirəm. Mən axtarmışım da. Onu soruşdum. Şey, 10 yıl ben gelmişim. O vakit neyse yardıma geldim. Ha. Kimi tuvalıydı bu da? Görsən qardaşımın oğlusu oldu. Kimsə toyuna gəldi. Kızından yadımızdı ya. Nəcibə Çəbi Yaşar Rövşən gəlirsə qızlar açmanda Mədinə Natiqlə Yaşarla Rövşənlə görüşün, gəl qismət. Bir də Haçan harda görəcəm deyir. İndi mən yaxşı. Necmi o yaşına yapışır. Nigar baxır da, Nigar deyir ki, özüm deyir, şov yaram, anamı geçəm deyir. Harada da o? Harada var? Necmi Loşmadan da var. Həyat evi, balaca həyat evi. Nəcibə? Rəhbətına gəlir. Nigarla qalır. Və hara deyədi gələrsiniz, dağ yeridir, nə bilim nədir. Əzdəbdə deyir. Nəcibə Əhmədlidə olur. Yox, Löpatanın dağ tərəfi, Məktəbdə tərəfi, yuxarı tərəfləri. Hə. Yəni Naxçıvana gəlsin, gəlin istədi gəlin dağ yeri. Ha, Səfər orada da var, həyat evi, ata evi. Sefer Nəsibənin oğlu Səfər öz atasının evindədir, deyir Karimov. Harda? Deyir ki, gələndə gəlmir, Səfər orada yaşayır. Hardadır onun evi? Əzdəbdədir, Nəcibə də harda yaşayırdı orada. Hə. Əzdəmir qəşəng kənddir. Sırf dağın içindədir. Erməni kəndidir də. Əzdəbir o şey diyor. Biraz yaşayan kentte. Yox. Ləzzəşin məzara bax. Yox, Əzdəmir hamısı, evlərin hamısı 2 mərtəbədir. Ha? Evlərin hamısı 2 mərtəbədir orada. Rövşən buradan sola, hə, qurubdan? ha. Sola niye? Sağa. Sonra. Adamın başı düzlüğü böyle değil. Götürdün için. Götürün də bu da təsir qalmıyor. Burada değil. Hış. Birdən bırakacaq. Normal. Hemen attı başına. Ha? Demeyi de takıp buraya, buradan belə keçirir, buradan belə keçirir. Kim? Qoca. Atın yerliydi. Atamamın bağlayanmaya gecələ deməyə bir sənəcə pis təsir verir. Bağlı da bəx. Nə qədər sən isti şeyli pis təsir verir, o qədər də mənə Ha, ben bilmiyorum. O sene külək təsir ben verir. bəstim o. Hə, sıqarda qızdan belim durur. Görsən maşını gəl. Maşını da gəl. Maşına da geliyor. Ne kadar? Ne heyder. Götürdüm. Kabiler ne gel? Kendi heyder. Dedim de başı şartım olay. Maşına geldim. Nəcibə gəldi. Bir də sizdə yeri var, dedim ya, özümüz bizə yerləşmişik. Atası da tepel olmaz. Burada tepel olmaz. Polisler işi. Bilmirəm kimdə işdir. Atası da tepel. Aslında bu sefer de çok.
Uzaq yola əlbəttə çoxdur. Narahat olur adam. Hala buradan bura 1 saat oldu. Ha uzak oturuyorum. Ha. Yemeğe çetelik tıraza oluyor. Oturmuşum yere. Güneşle sen beni Çətinlik də olsa yenə bildirirəm ki, mənim üçün çətindir. Biz çok kampa doktoran büyük şey. İnemiyorlar. Kampa doktoru var ki. Adam oturdu, hadi et verdi. Razı özüm özümü siləyəm. Demək belə lazım. Maşın sürmək də ağırdır. Belə getmək də ağırdır. Kök görsün ne sen? Kökdən yox, mənim benim imkanım var. İşte o şey kaldırırsan. Mənim işim ağır. O da böyle bir böyle. Buradan da sola deyir. Hı -hı. Düzdən gedə bilərsiniz, sola da gedə bilərsiniz. düz oraya geri çıkacağız. Burası olan yolu yaman müddətdə yəni. Başım kart. Ay, hələ gələn ay. Yalan var. Duy bakayım. Vay vay vay. Hala yalan var işte. Yalan. Görürsən İlhan da deyir. Bizim yolumuz deyir rahat, anne rahat deyir. Onların gönderinde. Hə də. Yolu Bakı Salyan gönderinde. Onlara rahat. Yəni o deməsi, yəni yolun qırağındır, ona görə. Yol qırağı, tras qırağı. Ha, ne olabilir? Öyle. O şeydən getir. Diri balıq. Orada. Yolun qıran satıldı. Burada da banada diri balıq. Azından bir 35 var ya. Hadi sen. İstiyor. 32 verib bugün ha burada. Öyle. Yalan var diyor. Sınavda kesmeyesiz bir şey aslında. Ha? Sınavda tutulmasın. Ha? Sınavda tutulmasın. Namaz gibi. Gitmeyesin bir yakında. İsmail'den çıkan bir gün o hiç. O gitti. Kabalı yakası gidecek başına. Şimdi olur olsun yapmayı görsem. Beyni O sarı. bırak. Beyni Bu sarı. ya reis görüyor. Abi o bir reis bir var eder. Kamera var kamera. Abi kamera görünce girdiğin kamera. Yüzdeyi. Nereden oturursun kamera? Ben yatırsın. Otursun da yakma. Yaktım bak. Ben de nasıl otursun? O şimdi böyle. Ağrıyor ağrıyor. 25 dakika kalmış çıkmışım. Ha? 25 kalır. Bu da bunlar. Bu kuşlarda yani. Yo. Bəlkə də qudu, nə biləm. Biri var Ruslar dedi sapla, bir de var Aist. Bu Aist. Turna gibi de. Bir tane de var başka cümlede. O da flamingo, hə? Flamingo başka. Çağırsın altı uzun olur, balık Ha. olur. Ha, o başqa da. Bir sınıfa aitler de o da.
Kısa çıkacak. Baksana kafasına. Ses gəlir. Balkona mı girəsən? Daha yaşadım. Hə? Balkona mı girəsən şimdi o? Bilirəm, əgər qoymadan üstündə, onu mən belə qatdala yuxarı, onda səs gəlir. Əlini qoymadın, gözü baxdı. Hə, də bilirəm, belə yuxarı daldan qaldır yuxarı ver onu. Oradan bu yana yox, buradan o yana. Hə. Onda eləmir. Öyle oradan gələndən o səs var. Hə. Bir səs orada bir də tık gəlir. O elə alandan var, heç kəs tapa bilmir nədir.
Gəmi tərədə mühafizəsi işləyir. Yolda işte. Yol çıxır. Onun gəlir. Bassız falan şey. Onun nesne uşağı var. Tamaşa tamaşa bir şey var, tamaşa falan. Dörd tərəf var. İki qız şoğlu. Ha? Ha, iki kız. İki oğlan. Dört tane. Hə, iki qız şoğlu. Birindən də nəvəsi var. Qalanlar evlatları olmadı. Beş bin lira verdim. Bir tane Bir kız dənə var. bir dənə Gülbərizdə var. Biraz fazla götürsün. Ne günde de iyi yollar ya. Hmm. Sen uzağa görmüşsən sən. Görürəm, Açıq-açıq baxmayanda çıxacaq. görürəm. Saçın yataq çıxacaq. Yaxın görmürəm. Gözümdəki aşkı dальний ближний. Da uzaq da görürəm, bundan yaxın da görürəm. Səsi yoxdur. Hə, hə. Sadece Malika'nın dibindeki. Eski Malika. Bir nəzər nəsil. Ne?
da qabaqdakı. Yes. Ha. Yaşar, maşında suyun var Yaşar. Yox. Suyun var mı? Suyun var. Gel doldurma. Saxlayaq çay içək də, su yeyirsiniz. Düz üstüne sakla çay çek uzun. Elimizin başını istedim artık suyu. Mən evdən qan götürdüm, sonra da qoydum yerə ki, hər yan dolu su ilə. Nə edirik suyu? Ürək Barda saxlan sular hamısı sərin olur. Yaşar. gör ne dere. Bizə də sərin olmaz. Varsa Hə. gözden kurban. Sen sakla bir yere çay çek. Yox, Yaşar uzaq yoldur da tələsib eləyər. Tələs sonra mesela mən deyirəm də çay içək də bəs. Tələs uzaq vazmožniz saxlayasın. Çeşdik fədəyin. Gəl sonra fədə etdi elə, nə bilim. Fədəyin ha. Arada fede. Orada bir dənə... Ora basa-bas olar, Röşən. Heyvanxana, nə bilim, nə. Bizim orada ne işimiz olsun? Siz aldı oturardı. Arada da fede. Oralarda olar bağajlıqda. Fədəyin. Bağajlıqda yer olar. Bilmirəm ki. Arada çayxana var. Ben buralarda oturmam. Harda duraq bəs? Bilmirəm. Ben tanıdığım oraydı. Fədəyin. Primorsk. Ben Ne açtı geçti. Primorsk'la oturalım. Ya da bizde. Yaşar, gel mən tərəfdə qabaqlarına bağlamışam. Yenə də bax. Hmm. Boynuma yenə külək vurur. Yalancı hə. Nəriz vəziyyət. Gözləri dedi vuracaq, vuracaq. Bu necə? Nəsə biz deyilməm. Geçiləyə getir. Bax, bu da
Yox hələ, yox. Navayın təzə keçmiş yerə. Havayı. Navayın təzə keçdik də. Avcı orada kabakta ehtiyat yok. Ben uşağı vakti görmüştüm bu traktörlerde. Buraya ise yolunu düzelttiler, ne dediler? Hmm. Ha, Röşen bura deyirsən sən? Aran? Yox. Yox. Bura deyil. Mesela bu flash kartında mahnı yoktu. Var. Ha? Deyəm demək yoxdur. Müdürden geliyor. Kurtardı da bu kızı. Sən də, bizi qaldı orada. Paylaşma bir üçün yoxdur. Ha. Tadi. Ne? Tadi. Ha. Rüfət elə göndər çıxır oradan. Yox, olmadı. Şehre girdim ben şu yurt efendi. Yaşar Kalmalılar beraber. Bürç. Yurt efendi. 9-7'den. Ne olacaktı ben de? 25 yıl böyle bir 25 yıl nerede abi? 15 yıl nerede? 20 yıl. $907 Aa, tutmaz buralarda. 9007 dolar. 90 ha 90 07'de. Dur da. Yox, onu tutmadı, ayrısını tutdu. Arada da Elə yola bu 110 qoy.
Əkinçi qəzeti 1875. Hər bir vilayətin qəzeti gərək o vilayətin aynası olsun. Yəni o vilayətin sakinlərinin hər bir dərdi və xahişi o qəzetdə çap olunsun ki, o qəzetə baxan xalqı aynada görən kimi görsün. Həsən bəy Zərdabi. Gazet çap olunur Qafqaz vilayətinin Bakı şəhəri. Bu qəzeti çap etdirir Bakı Gimnaziyasının müəllimi Həsən Məlikzadə Zərdabi. Əvvəlinci sənə, əvvəlinci nömrə 22 iyul 1875. Əkinci qəzetində bunu aşağıda adlanan fəsillər olacaqdır. Əvvəlinci fəsil daxiliyyə olacaqdır. Yəni qəzeti təsis edənin öz tərəfindən yazılan şeylər olacaqdır. İkinci fəsildə əkin və kənd təsərrüfatı xəbərləri olacaqdır. Üçüncü fəsildə elm xəbərləri olacaqdır. Yəni elm və imtahan yolu ilə aşkar olan, məsələn, insanın bədəninə və malına faydası olan xəbərlərdən danışıq olacaqdır. Dördüncü fəsildə təzə xəbərlər olacaqdır. Daha təzə xəbərlər bir neçə qism olacaqdır. Bu məzmunda qəzeti müsəlmanlar üçün vacib bilib, onun zəhmətini və zərərini qəbul edib, başlayıb və müsəlmanların anlayan və rəhbər kəslərindən rica edirik ki, xalqa bu qəzeti oxumağa mane olmasınlar. Əksinə, səy etsinlər ki, onu oxuyan çox olsun. O kəslər ki, həmişə bizə etibar edin, bizim sözlərimizə qəbul ediblər, zamanı dəyişikliğine göre görmemden edip irtibarlar. Onları bilen birine gitmeden anladılar. Yani onları geçen zamanlarda sözümüz olan mesleğe değil. Ona göre ki onlar bizsiz de olacaklar. Tasarruf. Moskovski bir Rusya'da gazete yayınladır ki, padişahlık ülkelerinin gazetelerinin tutulmasında balık tutma barəsində təzə qanun qanunlanacaq. Bu qanun Rusiyanın dövlət tərəfində və Qafqazda işləyəcək. Bu Rusiya adlı qəzet yazır ki, Rusiyada bir icma təşkil olunacaq. İcmanın ismi Müsəlman icmasıdır. Onun üzvləri müsəlmanlar olacaq. Remoşka 40 kilometre qalı hardasa. Razı oldular. Həmin icmanın mənalı budur ki, Osmanlıya gedən müsəlmanlar geri qayıdıb Rusiyaya gəlmək xahiş etsinlər, onlara kömək etsin. Yəni, yol kərkəsi versin və onlar Rusiyaya daxil olandan sonra özlərinə iş tapınca onlara kömək etsin. Bankürbədə neftin xalbarı, yəni 20 pulu 1 manat 50 qəpikdən tutmuş 2 manat 50 qəpik, neft cövhərinin pulu boçkasız 65 qəpik, boçka ilə 1 manat. Əkinçi qəzeti 1875.
Bende böyle bir şey var maşında. Maşınla telefon arasında Wi-Fi yoktu. Böyle Yox, Wi-Fi ilə şunurla bunu. şunlarla var. Ha. Nə üçün yəni? Ben faikte görmüşüm maşında. Telefonu bile koşup tamam maşın tutur mahalle okudu. Hə, bildim, hə. O ne değil ha. Satırlar heç ucuz şeylər də, Kitay satırlar. Qoşursan, tutur oradan ötürü verir maşını. Şeysiz satsız hep ama. Hə. Ya bilmiyorum neden diye. Mənə lazım olan flaşa yazıram, flaş oxudur, heç nə lazım deyil. Belə də ki, telefonu qoşuram, lazım telefondan oraya qoşa bilirəm, həm də danışa bilirəm. Əlimi şey eləmirəm də, əlimi vurmuram. Bu qadağan deyil, elə danışmaq olar telefonla. Amma belə götürüb danışmaq olmaz.
Onlar bir dənə vurdular. Mən deyirəm işte bu nə var onun polunu burada. Ha. Ha, heç nə də. Ne kadar vurdu ki? Bir dənə vurdular da. Aha. 33 getdi. Ha burada var idi ha bakın. Hmm. 33 adı sonunda 30 litre olur da senden maşın. 29 göstərirdi bayaq. Hı. Ha, mən dedim bir 35 saat gedər təxmin 35 saat gedər. 33 getdi. Hadi 60 litre diyor buraya. 65. Ha benim 60 litre. Sen git özünü ellersen. Yayla hə. İndiki vaxtda indiki. İndi ehtiyac yoxdur. İndi yaxşıdır. Nadir hallarda da onun 2-3
Mənim pivə içməyə vaxtım yoxdur. Mən bir il bundan qabaq Cəfər bir dənə pivə məsləhət görmüş ki, ondan gələn yaxşı pivədir. Bir il bundan qabaq almışam, onu dünən yox sırağa girişmişəm. O da dünənlərə yox sırağa gün ayın 11-i də deyəsən, yox? Dünən. Dünən 11-i, dünən 12-si idi, sırağa gün 11-i idi. Onun üçün pivənin sıraq qutarırdır. Ona görə işləyim ki, daha da qutarır, hava seçəcəm onu mən. Eləsi bir dəfə yarım kletka pivəni tullamışam, oldu. O şey gələndə, yetər olsun almışdın da, o içirdi ha, hər gün içirdi də, bekar olurdu, o içirdi. Mən de maşında olaram deyə çox vaxt ora-bura mən aparırdım deyə çox vaxt mən içə bilmirdim. Bu da sonra burada başladı müalicə almağa. Mən də bir kletka almışam, əlinə qədər içəndən sonra bir kletka almışam ki, bu da bəs eləyər, olmaz yenə alaram da. Öyle oldu ki, müalicəyə başladı, içmədi. Qaldı, ay içərəm, vaxt yoxdur. Vaxtı sıroğu qutardı, kulladım. Akşam ben 2 tanesini almışım. Birinin düştüm, biri kaldı. Ben de sen böyle baktım yoktu. Bir dakika sahaya işe makineye gittim, onu öyle çıkardım. İçeride de reaksiyon kapalı. Oturup, ona da gelir işe. Buralarda biraz sürüyorsun sana şarkıyı. Sıkılık olur biraz. Ha? Sıkılık olur olacak indi qabağında. Təsəvvür için yapıyoruz. Remont edecek. İçindən iki yolun qırağını. Yaşar, nəzərində olsun, Məkid yolun tərəfdən gedərsə, Rövşəngil evin çıxından da, burada Rayiqin dükanı var, orada sumkanta alıb, götürməli yol üstü. Ha, doğrudan sen çayın. Hara? Senin çayın var orada. Dumanlı. Qobustan. Qoxusun var. Qobus. Şimdi akşam tarafı bura bize ne olur? Sərin. Yok Kulakta. Buyur. Axşam tərəfi niyə bəs? Cəmaatı rayonundan gələn, rayondan gələn vaxtlar. 5-ci gün şəmbə gəlib daha da yuxarı gəlib. 5-6 yuxarıda bura sıxılır. Sən bilirsiniz ki? 16. Ben uşağı idim Yaşar. Bura bunu tez sonra tikilib. Bura boşluq idi. Burada vayın çast var idi bir tane de o tarafta. Kaçok da değil. Kaçok yok bu yanda. Bu yolu bunlar yok idi. Bu yol tras var idi. Sonra burada pazar var idi. Zaten kaba hisselerdi. Bunlar sonradan tikilen evlerdi Yaşar. 68. yılın fevral 28'inde buradan köçen ediyoruz. Ondan sonra biz buraya gelmemiş. Burada pazar var idi. Bir baba buradan söktüler dağıttılar. Bunu söktüler. Bak burası. Merkezde bize o yanda olurdu Yaşar. 2 mertebeliydi. Bende şekli var orada.
çoxlu adamlar ölürdü Yaşar bu yolda. Hə. Ne kadar adam uşaq ölürdü. Böyük ölürdü. Burada 2 liraydı bu maç. Domuzda. Teze kasaba bir de köle kasaba. En sonra gelip çıkmıyor ki burada. Mavşana bak hep kaydı. Şu Salim geldi. Zaman almış da sen. Ona nerede tükürüp ben bilmiyorum. Ne gör tekere nece kızır Yaşar. Hə? Tekere nece kızır Hə.
Keşke Yaşar'la Röşen var ya. Ben de gösterdim bak. Size bak. Bak kimde bu zaman bak. Zenginler var. Bak. Düştüm bir bak. Derler var. Yazdım ya. Sen girememişsin. Yazdım. İşte kasa zengin. Dank dank. Laf İstanbul'da ne neciydi? Sen bilmem ne dedin? Ha iyi. Atramakta burada söyleyeyim. Öyle danışma. İki mamayla. Ağlıma girmez mi? Ona göre sorsun. Bu nezif. Gece bak. Çünkü fısa fısa. Sen kesin var ya. Valla fikrimi değildi şimdi diyeyim. Natik Mertoz'a dedi. Natik sonra. Natik Mertoz'a var. Yaşar Röşen'e bir tutmuşam. Ablaşa sonra bir deyinə. Gedir, getmez özler. Eləməsin onlara nəyi deyir, nə bilimi. Yaşar uzaqdır, o Röşen iş adamı. Deyir, sən deyinə də. Səndən deymək. Sabah 3'dür. Gec olsa deyə bilərsən, sual verə bilərsən. Bunlara nəyəcə mənə deymək. Gedərəm, getmərəm. Yaxşı gör də. Böyle bir şey bilməzsin. Başa düştün de. Ben de sana dedim Yaşar dedim mecbur diyor çünkü gitme dediler. Şimdi mesela dedim Natik'te gitme yer yok maşında bir tane bana git bir tane yer maşında bir tane bana git. Ben Natik'ten soruştum Natik. Yaşar Röşen gitse sen gidersen dedi ha. Ben de dedim gel siz gitseniz Natik'te boşlar gitmezseniz de yine canı sağ. Bir şey yok. Yani ona başa düştün. Sual birleşti. Komşuyla birleşti. Biz Natik Yaşar Hemen almış. Tuvalet merkezi gece yatırdım. Sözümüz ağımız geldi de dedim sen niye gece yatarsın? O da değil nezerde. Yaşar akıcına dedi Röşen yəqin yatar. Yaşar hem səhərə cümə gün yatmıyorsun. Yaşar dedi Röşen yatmış ola. Dedi məndən yazmaq da. Ben İsmail'den çıkmıştım. Ben saat 3'e kimi Yaşar. Saat 3'e kimi, 4'e kimi. Otururum. Mən bu gecə vapşı yatmamışam. Sen Vapşaya yat- belə Normal- yata bilmirəm. Səhərə yaxın Yaşar yatırım. ketapet iş yapma. Kitabın yok Yaşar. Süt. Ha, süt de yaxşı, daha güzel. Süt de yatsızdırır. Bir de Bir de ramaşka. Ramaşka sütü. sen kaçaldı ya. Anne denen oradan falan değil de şey 4 tane süt saklattı bize. Kalan kalan da şey yoksun çünkü ya. Neydi gözden evin dalında. İki tane su kaleyle. Bana 4 tanesini bir sakla. Ulan 4 tanesini bir sakla. Kalan içinde nasıl oldu? Onu bölçüyor. Oturup çay içməyəcəyik qəsəbədə. Sen çıkarıp ben de Bize kesin. gel. Ha, yox, evə yox. Eve gidelim. Evə gedəndə uzun çəkir. Ye. Mən götürsüzəm, biraz çay içib, biraz oturub havada tərpənəcəm tez. Arasına gidelim. Neyse mesela çıkar yukarı bir yerde teze çay içerdi. Ona göre de hiç Ara gidelim çıkacağım. Hı? Çay harda çayım. Nə bilim, dəniz uzandığında bir yerdə də. Röşen yaxşı değil mi? Desin gidelim. Röşen. Yaşar değil çay içe. Harda içecek. Yaşa çıkar yukarı derdim ne kadar sürsen işte. Yox, yuxarı istəmirəm.
Yaptığımız yer vardı göbele. Ha. Sen gidiyor oraya. Bu 359'un yanında da geçen sahibinde. Kim aldı? Nerede? O 359'dan beri Beştepe'nin yanında. Eklemişler diyorlar. Kim aldı dedi sana? Gidiyor oraya. Ha? Gidiyor oraya. Medine doğru. Evden çıksadan düşür aşağı sizlerde. Ha. Yine birlikte kaynamıştık teksin sana. Kaynamıştık birlikte. Biz bazı oldu. Ümit kasabasına gidiyor. Evde getirdiğiniz kutuda varsa onu doldurup çaylar. Ha? Kaynamış su olmamış. Ha yok. Bana bak. Onu istersin bari. Hadi indi bak. Bunu çatıran tamam. Gidip nereye gidiyorsun? Onu bana. Hani oradan promosyon. Niye? Güzel ya. Yolda farkı çok. Orada
Qədirin dükanı yanında İran dükanı var. Orada tam götürəcəm. Çay almışam orada. Yaxşı sonra hara gedir oradan? Sonra da Şey dəniz qanıdır, orada göbələkdə çox çay. Harda ürəyin istəyir? sən niyə yürüyürsən ha? Yox, mən dedim yer nə bilim orada. Mədinədə də qapılı gedib biz. Ha, o istiyor orada. Necə ürəyin istəyir, harda istəyir? Gün kimi çıxardı, ayran verərdi, ya kompot verərdi, ya çay verərdi, qəşəng bana. Qız dinmədi bunu. Bir balon dönə qatırmışam. Ayran da edə bilərəm. Qəşəng kompot. Yox, çox sağ ol. Ən yaxşısı o təzə gedəndə deyirdin. Nə deyirdin təzə gedəndə? Nə deyirdin Röşən təzə gedəndə, təzə başlayanda? Mənim yadıma. Nəsə yaxşı şeylər deyirdi, deyirik. Şoförü gezdirməyə lazımdır. Nə deyirdi? Ha, onu eləməmişsə də onu eləyəm də. Asa yox. Birinci gezdirmək lazım idi. Doğrudan evə qalxmağa heç həvəsim yoxdur. Necə məsləhəti? Dedəli girməzə pişirmək istəyərsə pişirim də. Tez tərəm-tərəsi nəsə eləyərəm. Yaşa dedim, qatıq toyuq hazır tez pişirə bilərəm 5 dəqiqə. Əşya ehtiyac Hazır yoxdur. eləyim. Left side. Zahid Qasımov. Elə burada kölgədə bir yerdə saxlayın. Burada niyə? Ha. Demir qapıda mağazin var da. Rəsul gəlmir. Rəsul gəlmir də. Binanın böyründə saxlasın da. Bəs niyə yediyorsun sonra? Qalsın maşında, üstü olmayacaq. Suyu? Hə. Hala ver dedi şundan diyor. Ama kaçta sürüyorsun ama? Onda ete girin. Yani burada böyle sakla bu kölgede. Şöyle Ersoy. Kulak bak. Su da götürülen evden. Bir de şey böldün onları sen. Ha doğru. Oldu. Görürsən sizə süt verirlər işte. Yoxsa. Ha, doğrudan şeylə ama tüküblər ki ha. Bir de ne diyeyim maşınla sen de gidiyorsun. Görürsən sən? Ha. Buna 2-3 lazımdır sənə tikəcək. 4-cü mərtəbəyə çatasan. Tikan yoxdur ha, görürsən.